izləyicilərimiz, hörmətli şagirdlərimiz, mən Vüsal Kəlbəcəli bugün Azərbaycanımızın çox gözəl şəhəri olan Mingəçevir şəhərində qabaqcıl, qocaman, nümunəvi bir müəllimlərdən birini, gözəl anamızı sizlərə təqdim etmək istəyirəm. Mənim adınız, soyadınız? Necəfova Səfurə Musa qızı. Çox gözəl. Səfurə müəllim, neçə ildir təhsil sahəsində çalışırsınız? Hansı fən tədris edirsiniz? Gəncə Dövlətin biologiyasını qurtarmışam. 1987-ci ildə. Ondan 3 il Ağdaşda... Neçə müəllim kimi işləyirsiniz? 87-dən bəri. Demək olar ki, 40 ildən çoxdur ki, müəllim kimi çalışırsınız. Hansı fən tədris edirsiniz? Biologiya. Çox gözəl. Biz sizin ki, müəllimlərlə fəxr edirik, qürur duyuruq. Sağ olun, Allah kömək. Və bu qədər ixtisasların içində sizin bu biologiya fənninə maraq nə oldu ki, siz biologiya müəllimi kimi işlədiniz? Mən biologiya müəllimliyini seçməmişdim. Mən tibbin üstünə hazırlaşdım. 3 il tibbin üstünə getdim. Amma fizika fənninə görə biraz o cəhətdən elə dairəni gelişdirdi. Sizin şagirdlər ona görə ora getdiniz də biologiya fənninə getdiniz? Biologiya həm də mən 5-ci sinifdə, biz onda 5-ci sinifdən keçirdik biologiya dərsini. Bir Üstüzabə müəlliməmiz var idi, Allah rəhmət eləsin. Burada Mingəçevir şəhərinin görən boyluydu, amma Mingəçevir şəhərində rəhmətə getdilər yoldaşıdan. Onlar lazımdır, onlar lazımdır. Mənim, biz sizlə bağlı gəlmişik. Bax, sizin tələbələrinizdən əsas biologiya müəllimi olanlar da biz bilirik var, tibb universitetini oxuyanlar da var, müxtəlif ixtisaslı olanlar da var və ona görə sizə sağ ol deyirik. Bugün 2026-cı il, 28 fevral tarixi. Neçə yaşınız var mənim hal-hazırda? Hal-hazırda 64 yaşım var. Avqustun 10-da bitəcək. Allah kəməriniz olsun. 65 yaşına keçəcək. Və o gün olsun ki, sizin biz 70, 80, 90 yaşınızda gələk. Jurnalistlər işi nədir? Jurnalistlər ya müsbətləri çəkir, ya tənqidləri çəkir. Biz bugün bu müsbət çəkməyə gəlmişik. Və adiyyəti olan orqanlardan başda cənab prezidentimizlə xahiş və rica edirik ki, həqiqətən siz ən yüksək adlara layiq olan müəllimsiniz, təltifnamələrə, fəxr fərmanlara. İnşallah bizim də arzumuz odur ki, İnşallah təqaüdə çıxana qədər əməkdar müəllim kimi adalası, tərəqqi medalası və biz də gərək gözəl çəkiş eləyək. 2026-cı ildir, 28 fevraldır. Bu kadrlara 10 il, 20 il sonra nə və nəticəniz baxacaqdır. Onlara nə arzu edirsiniz, nə deyə bilərsiniz, ürək sözlərinə deyə bilərsiniz. Nə tövsiyə edirsiniz onlara? Can sağlığı, böyük vəzifələr, nələr? Birinci növbədə can sağlığı, nətər deyimi, həyatlarına həmişə özləri, öz gözlərinlə baxsınlar. Yəni, kiminsə, nəvələrimə də onu istəyər, arzulayardım ki, kiminsə xaricdə müdaxiləsi ilə bir dənə sənət seçməsinlər. Yəni, seçdikləri sənəti öz fikirlərlə, öz düşüncələrinə seçsinlər. İnşallah. Biz də sizə öz adımdan... Savadda istəyərdim ki, harada olur olsun, yəni hansı sənətin dalınca gedirlər, geçsinlər, savadlı kadr kimi yetişsinlər. Biz də sizə öz adımızdan dərin təşəkkürümü bildirəyik, minnətdarım bildirəyik. Çağdaş təhsil komandası olaraq sizi kimi müəllimlərlə biz fəxr edirik, qürur duyuruq. Allah köməyiniz olsun. Və o gün olsun ki, inşallah nəvələriniz, övladlarınız da sizi kimi ətəmli dəyərli vətəndaşlarınız olsunlar. Mən də bir 18 kitab müəllifi, Qızıl Qələm kitabçı jurnalist olaraq sizə can sağlığı arzu edirəm. Təşəkkürlər, minnətdarım. Sağ olun, Allah köməyiniz olsun. Çox sağ olun mənim.